F8 Ultra'nın qiyməti Life Telekom'da indiyənə kimi bu qiymət olmayıb da. Bu qiymət üçün partlayış ən aşağı qiymətdir. Gəl bura. Qiyməti bilsən nədir? 1890 sualın demirəm, özün taparsan da. 1-dən 9-a kimi bir dənə rəqəm qoyarsan. Sonra nə var ki, kommentlər al, opşanəsi qoyacaq düzgün cavablara. Gəl mən sənə bunu bu formada göstərim. Snapdragon prosesordur. Snapdragon prosesor da ki, o demək ki, telefon fikirləşmir. İstədiyin proqrama rahatçılıqla gir çıx. Telefon donsa qardaş gətir qaytar. Gör nə deyirəm, sən telefonda donma qızma belə hallar baş verə bilməz. Snapdragon 855 prosesordur. 6500 batarya həcmi. 50 megapiksel çəkilişi var, amma 50-yə dəymədə qardaş yüksəkdir. Bunun canlı yayında videosunu çəkilişini görənlər bilir ki, bu nə modeldir? BIPOS ses sistemidir. 100 wattlıq adaptörü, USB-si, kablosu, hər bir aksesuarı üstündən çıxıyor qardaş. Otur, diqqətlə buna qulaq as. Telefonun bir dənə dili yoxdur ki, desin ey yox, satmaya götür özün işdən. SIM aktivdir, NFC mövcuddur, üçlü ses sistemidir, 2 SIM kartlıdır. Nə istəyirsən bundan artıq? Mağazanın ünvanını bilirsən. Nizami metrosundan çıxdın, sağda Nizami Mall var. Nizami Mall'dan 30 metr aşağıda Infinix Life Telekom. Belə modellərə bax deyirəm, imkanın çatmırsa almaq. Köhnə telefonunu sındırma, gətir sat mənə, üstünə biraz əlavəsini ver. Gəl apardı, ucuzdan bahayan modeli çox deyir qardaş. Honor, Tecno, Infinix, Samsung, iPhone'lar hamısı düşük kampaniya. İçi bu model qarışır. Yenə dediyim kimi, adaptör özümüzü hər biri öz yerindədir. Kredit şərti bir kartla və yaxud da rəsmi iş yerindən keçərlidir. Plusdakı ikinci əllərimizdəki ürəyin nə qədər istəyir var da, hər birimizin yolunu gözləyirik. Ünvanımızı da bildiniz, kredit şərtini dedim, tək şəxsiyyət vəsiqəsi ilə və yaxud da rəsmi iş yeri ilə. 1 deyil, 2 deyil, 100 dənə var, gəl apar. Bu qiymət yalnız bizdədir. Hər birimizin yolunu gözləyirik. Göstər olan görsünlər.